Aparıcı Zaur Kamalın verilişində, onun oğlu Bartunun şair Cığatəl İsa qızına verdiyi suallar cəmiyyətdə mübahisələrə səbəb olub. Veriliş zamanı Bartu, şairə həyat yoldaşı, kirayədə yaşadığı illər və avtomobil qəzasında dünyasını dəyişən balaca nəvəsi barədə suallar ünvanlayıb. Onun gənc yaşında həyat yoldaşını itirən Cığatəl xanım, ikinci dəfə ailə qurmaq haqqında düşünübmü sualı şairi əsəbləşdirib. Cığatəl xanım cavabında bildirib, həyat yoldaşımın 55 yaşı var idi. 6 ildir onu itirmişəm. Mən nənəyəm, nəvələrim var. Daha sonra evinin yanması və kirayədə yaşaması ilə bağlı suallar da onu dərin hisslərə qərq edib. Cığatəl İsa qızı deyib, kim o sualları göndəribsə, yaşadığımın yarısını yaşasın. Şairin qızı Ləyəva Camal isə bildirib ki, anası verilişdən sonra səhərə qədər ağlayıb və bu sualları hörmətsizlik adlandırıb. Cəmiyyətin fikrincə, uşağın dilindən belə şəxsi mövzular soruşmaq etikaya zid sayılır.